Tamam, baxırıq sürət məsələsinin izahına. Sürəti 105 km bölünsün saat olan avtomobil ondan 30 km qarşıdakı sürəti 90 km bölünsün saat olan yük maşınına neçə saatdan sonra çatar soruşulur. Sürəti 105 km olan avtomobildir. Avtomobildən də 30 km qarşıda gedən yük maşınıdır ki, bunun da sürəti 90 km-dir. Və iki maşın arasında məsafələr fərqi, yəni ki, yük maşını avtomobildən 30 km qarşıdadır. Bizdən isə avtomobilin yük maşınına neçə saatdan sonra çatarı soruşur. Baxırıq ki, eyni istiqamətli sürət məsələsidir. Eyni istiqamətli sürət məsələsində böyüyün sürətindən kiçiyin sürətini tapırdıq. Fərqi isə aradakı fərqə bölürdük ki, saatı tapaq. Yəni 105-dən çıxmalıyıq 90, alırıq 15. Nəyi tapdıq? Sürətlər fərqini. Yəni iki avtomobilin sürətlər fərqini tapdıq. Bəs məsafələr fərqi nə qədər edir? 30. 30-u da sürətlər fərqinə bölürük, alırıq ki 2. 2 nəyə almış olduq? 2 saatdan sonra avtomobil yük maşınına çatar cavabını aldıq. Deməli, doğru variantımız B variantıdır. İndi gəlin yoxlayaq ki, həqiqətən 2 saatdan sonra avtomobil yük maşınına çatar. 2 saatdan sonra avtomobil 105 kilometrlə nə qədər getmiş olar? 105 kilometr saata vururuq 2-yə, bu da edir 210. Bəs 2 saata 90 km bölünsün saatla gedən yük maşını nə qədər getmiş olur? 90-ı da vururuq 2-yə, bu edir 180. Bəs aradakı fərqi hansı maşın getmişdir? Əlbəttə ki, yük maşını getmişdir. Yəni bunu da 180-in üzərinə 30 gəlirik, həqiqətən də etmiş olur 210. Doğru alınmış oldu. Yəni 2 saatdan sonra həmi 105 km saat sürətlə avtomobil bütün 210 km qət etmiş olur, həm də ki, aradakı sürətlər fərqini, yəni 30 km bağlamış olur.